62 manata dolan bazarlıq səbəti indi neçəyə başa gəlir? Son 10 ildən artıq müddətdə gündəlik istehlak etdiyimiz qida məhsullarının qiymətlərində nəzərə çarpacaq artım müşahidə olunur. Ölkəz xəbər verir ki, valyuta az 2013-cü ildəki qiymətlərlə 2026-cı ilin aktual ərzaq qiymətlərini müqayisə edib. Məsələn, 2013-cü ildə toyuq ətinin 1 kiloqramı 3 manata yaxın idisə, 2026-cı ildə bu rəqəm 7 manata çatır. Buz ətinin qiyməti 8,6 manat idisə, indi 20 manatı keçir. Kərə yağı isə 5-6 manatdan 25 manata qədər bahalaşıb. Südün 1 litri 1 manatdan bir qədər çox olduğu halda hazırda 2,8 manata təklif olunur. Eyni zamanda çayın 500 qramı 4 manatdan 13 manata yaxınlaşıb. Digər dəyişiklikləri bu cədvəldə təqdim edirik. Müqayisə olunan cədvələ əsasən 2013-cü ildə eyni çeşidli ərzaq məhsullarını cəmi 62 manata əldə etmək mümkün idisə, 2026-cı ildə bu məhsulları almaq üçün 188 manat tələb olunur. Bu isə orta hesabla 3 qat artım deməkdir.